Əziz həmvətənlər, 07 noyabr 2025-ci il tarixdə Salaşıq həyat Cıdır düzündə Elnur'un saz ifası altında arxamızda Şuşanın Cıdır düzü, Şuşa dağları. Bugün bizim için çok müqəddəs bir gündür. 5 il bundan önce bu torpaqlarda erməni vandalları, erməni dığaları, erməninin necə deyirlər, əli qana batmış zani generalları və onun başında duran Paşinyan bu Cıdır düzündə yallı gedirdi. Ama 5 ildən sonra Azərbaycanın değerli balaları, değerli ziyalıları ve başta da baş tacımız olan Ali Başkomandan, Cənab Prezident olmaqla bu Cıdır düzünü ziyaret elədi. Burada əsl müsəlman olarak hayat yoldaşıyla bir çay içmiştik. Biz de burada bir kofe içtik. Cıdır düzünü ziyaret elədik. Gövhər Ağa məscidində bugün cümə günüydü. Cemaat namazını qırdıq. Ve ben Gövhər Ağa məscidində bir xütbə söylədim. Birlik və bərabərliyimiz naminə. Ve indi de hal-hazırda Şuşa sakini, Şuşanın özündən olan Elnur balamız Aslan İlyasov'un özünün bəslədiyi həyati rəqsinə bizi feyziyab edir. Yeri gəlmişən həyati rəqsi də Hindistanın gözəl övladı, baş nazir olmuş Raciv Gandhi'ye bəsləmişdi Aslan İlyasov. Ve həmin ifanın altında biz bugün Cıdır düzündə Azərbaycan xalqını, Azərbaycan millətini və ümmətini səmimi qəlbdən bir mömin kimi cemaat namazından çıxıb sizin hamınızı buradan bu müqəddəs torpaqlardan salamlayırıq. Bu torpaqlar mənim üçün Məkkə, Mədinə qədər müqəddəsdir. Zəmzəm suyu qədər təmizdir, safdır. Çünki mənim dəyərli və uca millətimin övladlarının burada qanı var, əziyyəti var, yuxsuz gecələri var. Şanı, şöhrəti, mənəviyyatı, ruhu burada adamsın. Və əminəm ki, şəhidlərimizin ruhu şaddır. Qurucu babalarımızın, Məmməd Əmin Rəsulzadənin, Əlmərdan Bəy Topçubaşovun, Əhməd Ağoğlunun, Əbülfəz Elçi bəyin, rəhmətli Heydər Əliyevin, Zərifə xanım Əliyevanın hamısının ruhu şaddır ki, torpaqlarımız azaddır. Və bu azad torpaqda, azad vətəndaş olaraq bu musiqi sədaları altında mən bu çıxışı yapıram və yəqin ki, çıxışım YouTube səhifələrində paylaşılacaq, istimailəşəcək. İnşallah Allah'ın izniyle, Allah'ın köməkliyi ilə